أمر باز الدعوة التامة الصلاة القائمة آت محمد الوسيلة الفزيلة والدرجة الرفيعة العالية وابعثه يا ربي مقاما محمود الذي وعدته حلة شفاعة يوم القيامة إنك لا تخلف الميعاد والله بصير بالعباد وارزقنا بشفاعتك يا محمد. السلام عليك أيها النبي ورحمة الله وبركاته. السلام علينا وعلى عباد الله الصالحين. أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله. اللهم صل على محمد وعلى محمد. الله أكبر. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين رب العالمين. الله أكبر. سبحان ربي العظيم وبحمده. سبحان ربي العظيم وبحمده. سمع الله لمن حمده. الله أكبر. سبحان ربي الأعلى وبحمده. سبحان ربي الأعلى وبحمده. الله أكبر. اللهم اغفر لي وارحمني اهدني. الله أكبر. سبحان ربي الأعلى وبحمده. Kimdir bu bədbəxt? Hürufidir məlun. Şair Nəsimi? Bəli, hökmdar. Bunlar da Fəzlin xəlifələridir. Mən Fəzlullahın özünü çağırmışdım. Hardır? Fəzlullah məkandır, şahım. Məkansız Allaha deyərlər. Neçə ildir Miranşah məndən Fəzlullahı tələb eləyir, vermirəm. Budur mənə təşəkkürünüz. Tarixdə belə sui-qəsdlər çox olub, şahım. Düşmən bizim aramıza nifaq salmaq istəyir. Kim? Axtarırıq. Fəzlullaha çatdır. Dan namazına qədər gəlməsə, xəlifələri edam olunacaq. Biz saraya birgə gəlmişik. Birgə döləcəyik. Əvvəl məni dinlə, şah. Sonra edam buyur. Danış. Ustadımızın məramı sənin haqdır. Teymurləngin əsarətindən qutarmaq və Azərbaycanı Şirvanın təxti himayəsində cəmləşdirmək üçün biz sənə kömək etməyə hazırıq. Ümdə şərtimiz, şah və şahın bahadırları gərək hüruf elmini istinad etsinlər. Yəni haqqı danaq? Əksinə, şahım, Fəzlin kitablarını mənimsəsən, həqiqəti fəhm edərsən. Allahın birliyində deyilsə həqiqət hardadır? Cümlə aləm özü Allahdır, şahım. Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Mən şahım. Qılınç tutan əl lazımdır mənə. Fəzlin elminə isnad eləmədən döyüşə bilmərik. Döyüşərsiz, məğlub olarsınız. Bəs İskəndər Zülqərneyn nə ilə qalib gəlirdi? O ki sizin elmə vaqif deyildi. Bəs Sultan Bayezid, Teymur özü. İskəndər kimi Teymur da Bayezid də böyük sərkərdələrdir. Amma əskərləri acizdilər. Necə? Dünyaları fəth eləyən əskər aciz? Əskərin gücü qılıncda yox. Əqidədə olmalıdır, şahım. Onların etiqadları Qur'anadır. Qur'ansa deyir, insan zəif və aciz xəlq olub. Taleyi alnına yazılıb. Yəni öz iradəsi yoxdur. Heç bir şeyə qadir deyil. Bəlaya düşər olan insan bir Allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Həqiqət isə belədir ki, Adəm din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş həmin xaliq zərrələrin məcmunundan insan özü xaliqdir. Amma cəhalət üzündən bunu bilmir.
elmə vaqif olub, öz xilqətini dərk edənlər deyirlər, Haqq Taala insanoğlu özüdür. Həqiqət. Belə insan yenilməzdir. İnsana etiqad et, şahım. Xilasımız bundadır. Çoxdurmu belə tanrılıq iddiasında olanlar? Azərbaycanın hər yerində, Rum elində, İranda, İraqda müridlərimiz fəzlin elmini yayırlar. Ne için belə geniş? Dünyanı cəhalətdən qutarmaq üçün. Bu kafirlərin elmi ilan zəhərindən də bətərdir. Şahı mürtət edəcəklər. Divanxananın qapılarını tutun. Əflatun deyir, əgər başmaqçı kamil sənətkar olmasa, dövlət bundan o qədər də zərərli də olmaz. Cəmaat pis ayaqqabı giyər və salam. Amma şahların müəllimləri öz borclarını ləyaqətlə ödəməsələr, məmləkətdə cahil və yaramaz adamlardan ibarət bütöv bir nəsil peyda olar. Teymurun xəbərgir dərvişlərinin, seyidlərin nəzarəti altında sizin mədrəsələrdə dərs deməyiniz qeyri-mümkündür. Siz şəriyyəti kökündən qoparırsınız. Şəriyyət Teymurun əlində qəsbkarlıq silahıdır, şahım. Biz onun silahını sındırmalıyıq. Verin kitabları. Kitablar hamısı bir yerdə Cavidannamə adlanır. Kainat, insan və idrak haqqında əbədi həqiqətlər. Oxuyarsan bu kitabları... Və Allah olaram. Elmli və ədalətli şah 2 qat Allahdır. Tutun kafirləri. Allah xatirinə şah qayıt. Bu adamlar yandırılacaqlar. Bəlkə Əmir Teymura hədiyyə göndərəsən onları. Və mənim hürufilərlə əlaqəmi sübuta itirəsən. Qulaq az Şeyx Əzəm və ömürlük yadında saxla. 12 il bundan əvvəl Şirvan cəmaatı qiyam qaldırıb, Şirvan Şah Huşən Kəsranini qətlə yetirdi. Və kasıb bir rəncbəri təxtə çıxartdı. O vaxtdan mənəm Şirvan Şah, İbrahim əvvəl. İkinci şah yoxdur. Mən hökmranlıq iddiasında deyiləm şah. Kimdir bu adamlar? Peyğəmbər evladı, seyidlərdir. Peyğəmbər evladı qılınc gəzdirir. Mən bu adamları 7 il bundan əvvəl Bakı civarında, Toxtamış xanla müharibədə Miranşahın ordusunda görmüşəm. Mən Əmir Teymurla müttəfiqəm, şeyx. Və Teymura sədaqətimi minlərlə əskərimin qanı bahasına sübuta itirmişəm. Miranşaha çatdır. Müttəfiqlərinin işinə qarışmağı Teymur heç kəsə bağışlamır. Hətta öz varislərinə də. Danış. Sənin təxminin düz çıxdı evladım. İbrahim hürufillərlə müttəfiqdir. Fezlullahın 5 xəlifəsini birdən tutdum onun yanında. Sən tuttun, o da bıraxdı. Bəs atama necə sübut edəcək İbrahimin xəyanətini? Sübut var. Fezlullahın kitabları məndədir. Uzaq yoldan gəlmirsən, dincəl evladım. Bağışla. Qul qaravaş saxlamıram. Özüm Allah qulu ikən heç kəsi qul eləmək istəmirəm. Bax gör, gəldiyimi görməyiblər ki. Özün get. Dayan. Kimsən belə? Şeyxin qızı, Adın nədir? Şəms. Günəş. Bəs niyə salam vermədin? Kişilərlə haqq salamım yoxdur. Mən Miranşaham. Əmir Teymurun oğlu. İranın, Azərbaycanın hökmüdarı.
deməli sənin də hökmdarına. Mənim yeganə hökmdarım var. O da mən özüməm. Dayan. Yaxın gəl. Yorulmuşam. Ayaqlarımı yiyor. Nəinki sənin, Miranşah. Sənin Allahın da ayağını yumaram. Çox gözəl. Adı günəş olan, yüksəkdə gərək qərar tutsun. Mən səni özümdən aparmalı oldum, Şəms. Gəldiyini görüblər. Müsibətə bax, kitablar yoxa çıxıb. Bu nə cadudur? Bu xaniyə məndən başqa heç kəs ayaq basmır. Heç kəs, əsbafət. Mənim öz qızım. Günah eləmə evladım. Çıx get buradan. O kimdir? Şirvan Bahadırı Dövlət bəy. Xoş niyyətlə gəlmiş olsaydın, sən saraya gələrdin. Şahın hüzuruna. Məscidə yox. Xoşluqla get. Sən mənim əskərlərimdən hansınızsa xoşbəxt elədin Dövlət bəy. Kimsə sənin başın ağırlığında qızıl alacaq. Kitablar hardadır? Etibarlı əllərdədir. Şeyhin qızını! Gəl halallaşaq evladım. Niyə ata? Kim ayırır bizi? Miranşah səni tələb eləyir. Mən İbrahimin hürüflərlə əlaqəsini sübut eləyə bilmirəm. Mənim özümü kafirlərlə əlaqədə təqsirlandırır. Ata! Mən acizəm, qızım. Dünya üzərində hökmranlıq, dünyanı dərk etmək yolu ilə əldə edilə bilər. Dünyanın idraki isə cismilərin xilqətinin öyrənilməsindən başlanır. Hər şey, cənnət də, cəhənnəm də bu dünyadadır. Qiyamət günü və ölülərin dirilməsi barədə iddialar uydurmadır. Əflatunun dilimizə tərcümə olunan kəlamları, Fəzlin kəlamlarının əksinədir. Onda bəs niyə deyirlər ki, Fəzl elmini Əflatundan götürüb? O iddiada uydurmadı oğlum. Əflatuna görə gözəllik dünyanın xaricindədir. Bizə görə isə gözəllik dünyanın özündə və insandadır. Kamil bədən və mənalı sifət səcdəyə layiqdir. Nəsimi gəldi! Nəsimi səfərdən qayıtdı! O təhlükənin içində Səmərqəddə qələbəni ömrüm boyu unutmayacaq. Gözüm nur. Ustad, burada bir balaca mübahisəmiz düşüb. Günahkar bir hikmət sahibi iddia eləyir ki, güya ən kamil insan da günahsız keçinə bilməz. O hikmət sahibinin günahı nədən ibarətdir? Sevir. Həqiqi sevgi günah deyil. Sevən Bahadır günah haqqında fikirləşirsə, deməli işləri körləyir. Əqli etirazına qalib gələn adam mələk misaldır. Etirazları əqlinə qalib gələnlər isə vəhşidirlər. İnsan müdam kamilləşir. Əql ilə etirazın vəhdəti yaranır. Belə bir insan təsadüfi və müvəqqəti əyləncələrə uymur. Sevəndə bütün varlığı ilə və həmişəlik sevir. Ustad, ən böyük günah nədir? Nadanlıq, Ustad, qəzəl istəyirik. aşiqanə. Şeir Sultanı İmadəddin Nəsimi olan yerdə mən qəzəl demirəm. Xahiş elərik istəyinizi yerinə yetirsin. Yusuf, oğlum, varisi çağır gəlsin.
Mən Bakıya qayıdıram. Bakı Topalın xəbərgirləri ilə doludur. Nə vaxta qədər mən bu karvansaralarda çürüməliyəm? Taytuşlarım hamısı şəhər bə şəhər, ulus bu ulus gəzir, məclis qurur. Bəs mən nə üçün buradayam? Bırax məni. Fatma, Fəzil səni rəsmi varis elan edib. Biz səni qorumalıyıq. Dörd divar arasında, kişi paltarında. Nə vaxta qədər? Bir də ki, Fəzilə qulluq eləmək, qayğısına qalmaq. Yalan deyirsən. Atam ömrü boyu səyahətdə olub, məhrumiyyətlərə alışıb. Heç kəsin qayğısına ehtiyacı yoxdur. Atama görə saxlamırsan sən məni burada. Mən bilirəm. Açığın deyim. Sən qəddar adamsan, öz nəfsini güdürsən. Nəsimi gəlib. Kör deyiləm. Hər şeyi görürəm. Ancaq səni şəhərə bıraxmaq olmaz. Anayın başına gələn sənin də başına gəlsə, Fəzli dözməz bu dərdə. Üzünü məndən nihan etmək dilərsən. Etmə geyl. Gözlərim yaşım rəvan etmək dilərsən. Etmə geyl. Yandırırsan könlümü eşqində. Məlum oldu kim anı rüsvayı cahan etmək dilərsən. Etmə geyl. Çünki eşqin məskənidir könlümün viranəsi. Həsrətani məkan etmək dilərsən. Etmə geyl. Çün yəqin bildi nəsimi eşqini oldu ғəni. Ol yəqini sən güman etmək dilərsən. Etmə geyl. Əsas, Haqq Taala insanoğlu özüdür. Hökmdar, dağda adam var. Qayaları ordunun üstünə tökürlər. O insan işi değil. Yoldan çıkmayın. Yoldan çıkmayın! Yoldan çıkmayın! Yoldan çıkmayın! Hey! Yoldan çıkmayın! Ben güzel paçalarım, hiç kimle vermem sizi. İleride olmaz galaya yaparım sizi. Nureli, dala kalma! Mübarəkdir. Fəzli həqdir. Mübarəkdir. Fəzli həqdir. Dağdan daşdan müqayət ol.
Mənə də suya laf neyim ya. Burduruya yiyipsiz, birden ordunuzun döndürün bu tarafa. Ondan inerik. Teymurlan İrəmə türküsüdür atacan. Dağla daşla işi yoxdur. İşi yoxdur. Qorxu qalmayıb canınızda yol. Qorxu. Deməli divlə döyüşə bilərlər. He? Div? Ne div? Div yəni cahil adam. Yəni... Səndən soruşmuram. Mirəli düz deyir Abdullah əmi. Div bizim dilimizdə cəhalət rəmzidir. Necə yani bizim dilimizdə? Sizin diliniz ayrıdır. Bizim şairi? Heç kimsə Nəsimin sözünü fəhm edə bilməz. Bu quş dilidir. Bunu Süleyman bilir ancaq. İndi belə oldu. Ləhqaş Abdullah, cahil oldu, nadan oldu. Ama Abdullah'dan töreyenler, kuş dili bilen Süleyman oldu. Buymuş senin ilmin. Hadi de kes bir yana. Yaşı kes de. Çık git. Git mürşidine de ki, biz vermirik oğlanlarımızı. Şair, sen kılınclarını payla. Uşaqları biz özümüz apararıq Əlincə qalasına. Bizim kılıncımız kan tökme için değil. Remzi kılıncdı. Tahtadandı. Eşhedü en la ilahe illallah. Bu ne o kadar cemaat? Bir şey başa düşürsən? Deyəsən başa düşürəm. Teymurlan ki, mənim atağızlı oğullarımı aparıb Səmərqəndə. Karxanamı dağıdıb, yurdumu xaraba qoyub, ümidimi fəzl qiyamına bağlamışdım. Budur mu fəzl qiyamı? Fəzl qiyamı beyində olmalıdır, Qarami. Ürəkdə, ruhda olmalıdır. Bunlar obalara, uluslara gedəcəklər. Məclislər keçirəcəklər. Özləri kimi yüksək ruhlu, elmli insanlar getirəcəklər. Bugün üçün yox. Onlar sənin nəvə nəticələrin üçün döyüşməlidirlər. Əbədiyyət üçün. Əbədiyyət rəzadlı işim yoxdur mənim. 7 ildir didərgin düşmüşəm yuvamdan. 7 ildir Əlincə qalasında kömək gözləyirlər bizdən. Gəlin uşaqlar, polad qılınızı verəcəm mən sizə taxtadan yox. Getdik. Dayan Qarami, uşaqları ölümə göndərirsən.
40 çubuq. Hökmüdar, günahım nədir? 100 çubuq. Hökmüdar! Hökmüdar! Yaz, mən Mavqaran Nəhridən ta Qafqaza qədər, Təbrizdən Bağdada qədər sahib oldum. Məzəh düzəksiz, sadə eldirində, necə deyirəm, elə də yaz. Tezliklə İldırım Bayezid diz çökəcək qarşımda. Hindistan, Çin diz çökəcək. Lakin mənim böyük dərdim var. Evlatlarım fərsizdir. Oğlum Miranşah ordunu başlı başına bırakıp eşkıbazlıqla məşğuldur. Xəzinəni sənənlərin ətəyinə tutur. Hökmüdar! Yaşlı mıdır öldür? Benim ləyaqətim! Sən ləyaqətini Əlincə qalasında itiribsən. 30.000 qardaşın Ömər Mirzənin ordusu, 30.000 oğlun Əbu Bəkirin ordusu, 70.000 də sənin. 130.000'lik orduyla neçə ildir mühasirədə saxlayırsan bu qalanı? Mədəkina! Yoxdur! Hökmüdar, rəhm elə! Miranşah atdan yıxılıb, beyni silkələnib. Sənin müttəfiqin Şirvanşah İbrahim, Gürcülərlə, Şəkillərlə müqavilə bağlayıb güya bizim düşmənimiz Bəyazıdla müharibəyə hazırlaşır. Əslində Gürcülər də, Şəkillər də burada, Naxçıvan dağlarında gizləniblər. Məxfi yollarla Bakıdan neft getirirlər. Qələdən başımıza od yağır. Hamısını deyilən İbrahim'dir. İbrahim yox, din düşmənlərimiz hürufilərdir. Niyə kökü kəsilmir bunların? İbrahim qoymur, sən səfərdə olursan ata xəbərin yoxdur. Hürufiləri saxlayan da İbrahim'dir. Ola bilməz. Şah müqaviləni pozmağa cəsarət eləməz. İnan mənə ata, mən səndən heç bir şey gizlətmirəm. İbrahim mahir siyasetçidir. Kim ki bizim əleyhimizədir, öz ətrafına toplayır. Cəmi Azərbaycana sahib olmaq istəyir. Sübut. Vəliyyət düz buyur hökmdar. İbrahim xaindir. Əlincədə vuruşan hürufilərdir? Xeyr hökmdar, vuruşan cəmaat, amma aralarında müridlər də var. Neçə nəfərsiz Şirvanda? 2. Sənə özün ağırlığında qızıl verib tapşırdım ki, adam yığ, Kafər Fəzlullahı tutub təhvil ver. Qızılı gətirmişəm hökmdar. Baxışda qolunu bu məmləkətin cəmaatı torpağı qızıldan üstündür. İnanmıram. Adamları etibarləmək olmur hökmdar. Yüzdə bir söz deyirlər xəlvət dairə. Baxırsan oturun məsciddə namaz qılır. Yoxluyursun etiqadı yoxdur. Buna inandım. Hürufilərin gücü nədədir? Gücləri elimdədir hökmdar. Yaxşı yeyib içirlər, sağlam bədəndə deyirlər sağlam ruh olar. Məhəbbət deyirlər ali neymətdir. Ancaq ailə qurmaq istəmirlər, hərbin sonuna qədər. Amma Fəzlullahın özünün böyük ailəsi var. Elə mi? O hələ papaqçı olan vaxtlar evlənib hökmdar. Papaqçı peyğəmbər. Nəsimi Səmərqanda ne üçün gedibmiş? Bilmirəm hökmdar. Müridlərə göz qoymursan. Sonra? Vəliyyət Miranşah Şeyx Əzəmin qızını gətirib, vəliyyətin hərəkəti şeyxə yaman yer eləyib. Miranşah hakimdir. Əlinin üstündə əl yoxdur. Şeyxə çatdır. Azərbaycanda qiyam görürəm. Kafər Fəzlullahı aradan götürməyə kömək eləməsə, onun özünü Şamaxıdan götürüb ataram Qarabağa, Mehtərlərə mollalıq eləsin. İbrahimə desinlər. Əmir Teymur Şirvana hərplə gəlir. Yox. İnanmıram. Teymur Şirvana baskın eləməz. Mənim 40.000 süvarim, 20.000 piyadam. Teymurun qəddar düşməni Toxtamış xanın yolun kəsib Dərbənddə keşik çəkir. Deməli Teymur yox, mən qarşılamalıyam Toxtamışı, mən də qalib gəlməliyəm ona. Uzaq firəngəllərindən döşü xaçlı elçilər gəlir. Teymurun ayağına düşüb yalvarırlar ki, dünyanı İldırım Bayezidin qılıncından xilas eləsin. 10 ildir yalvarır xaçpərəst dünyası. 10 ildir Teymur yayınır Bayezidlə vuruşmadan. Niyə? Çünki dünyanı qəsb eləməyə iştiyaqındadır. Ordusunu mühafizə eləyir. Gözləyir ki, Toxtamışa qalib gələndən sonra mən gedim Bayezid üstünə.
Deyirlər Teymur Cənnət Qarabağa aşiqdir. Onun üçün belə tez-tez gəlir Azərbaycana. Yox, mənimlə müqaviləsinə aşiqdir o. Öz doğma oğulları Ömər Mirzərəm, Şahruxdan, Miranşahdan da gərəkliyəm mən ona. Doğrudur? Doğrudur şahım. Deməli yalandır basqın xəbəri. Əmir Teymur baş üzərində Peyğəmbərin bayrağını gəzdirir. Əlində İslamın qılıncını. Dini xilas eləməyə gəlir Əmir Teymur. Nə olub ki bizim dinimizə? Sədrəttin Şeyx Həsən budur, sağ-salamat, nər kimi durub qarşımda. Məscidlər, mədrəsələr, üləma da ki yerli yerində. Yox Şeyx, Şirvanda dinin təhlükədə olduğunu sübut eləyə bilməzsən. Əgər sübut eləsən də, Əmir Teymur mənlə müqaviləni pozmaz. Çünki o iş adamıdır. Dini də qurban verər öz niyyətinə, Allahı da. Küfrü danışma şah. Niyyəti dinin xilası olmasaydı Fəzlullahın edamı barədə fitva göndərməzdi. Fəzlullahı tapın. Qoşun ver, bu adam tapıb gətirər kafiri. Mən öz təbəələrimin üstünə qoşun göndərmirəm, şeyx. Mən tək gedirəm. Olanı budur Qibləgahın. Əmir Teymura qızıl çadır düzəltdirməsəydik, xəzinəmiz boş qalmazdı. Bundan mən necə gedim onun hüzuruna? İzin ver cəmaata xəbər verək. Şirvan əhli heç vaxt bizi darda qoymaz. Kamil insan yaradır, cahil insan dağıdır. Bu yaxına qədər fəxr eləyirdik ki, Azərbaycan şəhərlər məmləkətidir. Elm ocağı Mararanın daşı daş üstə qalmayıb. Mənim əlincə çay qırağında gözəl vətənim Astarabat yerlə yeksan olur. Miranşah dağıdır, Teymur alimlərimizi, memarlarımızı at döşündə Səmərqəndə aparır. Əvəzində şəhərlərimizə minlərlə köşəri gətirir. Nizaminin, Xaqaninin yurdu cahil köçərlər məmləkətinə çevrilir. Teymur müdrikdir. Yaxşı bilir ki, cahili əsarətdə saxlama asandır. Ümidgahimiz Şirvandır. Düşünən beyinlər bura toplaşır. Şirvanı xilas etmeliyiz. Bunun üçün də fəzil təslim olmalıdır. Yoxsa Teymur Şirvanı yer üzündən siləcək. Fəzil təslim olmalıdır. Olmalıdır. Sən görməyəcəksən o günü. Məni niyə xilas elədin? Mən sənin üzündə insan əzabının son həddini gördüm. Sən daha heç kəsə yamanlıq eləməzsən. Eləyəcəm! Eləyəcəm! Mən yaxşılıq üçün yaranmamışam! Öldür məni! Öldür! Öldür! Ötürün onu getsin. Mən mırdaram! Öldürün məni! Öldür! Mən ölməliyəm! O haqlıdır. Dərviş? Mən təslim olmalıyam. Ümidimiz Teymurun Toxtamışla, Bayezidlə müharibəsini idi. Ümid edirdi ki, Cahangirlər bir-birlərini əzib zəif salar və o vaxt biz qiyama başlarıq. Müridlərimiz yeryüzünə səpələnib elmimizi yaymaqla məşğuldular. Cemaat qiyama hazır deyil. Teymur bizi çox pis vaxta haqlayıb. Digər tərəfdən də şah üz döndərir. Səmum gəlir mənim əzizlərim. Qardaşım Şəxxandan vəsiyyət eləmişdi ki, əslimizdən kim ölsə, hamısı onun qəbrinin yanında dəfn olsun. Gedirəm, qəbrimizi qazdırım. Bu nə sözdür? Sənin ölümün bizim hamımızın ölümünə bərabərdir, ustad. Mən belə düşünmürəm. Öz beynimi mən çoxdan sizin beyninizə köçürmüşəm. Şaha mən quru cismimi təslim eləyəcəyim. Qiyamımız sənin adınla bağlıdır, ustad. Cəmaat arasında mən sözümü sənin adınla başlayıram. Sənin adınla da xətm eləyirəm. Sən olmasan mənim qəzəlim qan ağlayar. Qan ağlayan əşardan xalqımız nə fayda götürər, ustad? Sözün haqdır, gözün nuru.
Ancaq qurtuluş yoxdur. Var qurtuluş. Dövlət bəy bizi gözləyir. Şahla danışmalıyıq. Razısınız? Razı. İradə sındırmaq əqidəmizə ziddir. Gedin. Amma unutmayın. Teymurla müqaviləni şah hər şeydən əvvəl öz təxti tacını qorumaq üçün bağlayıb. Dövlət və şaha güc göstərsə, Şamaxıda müsibət düşər. Əmin ol ustad, qan tökülməyəcək. Şairi xoş gördük. Əli boş gəlmisən. Mənim cəvahiratım beynimdədir. Amma məsləhət ki, əvvəl Göz Bahadırın Dövlət bəyə qulaq asasan. Şaha məlumdur ki, Miranşahın, Ömər Mirzənin, Əbu Bəkirin ordularının bir qismi Təbrizi, Reyi, İsfahanı qoruyur. O biri qismi Əlincə qalasını mühasirədə saxlayır. Şahruğun ordusu Heratdadır. Teymurun öz tabeliyindəki orduya gəlincə, dostumuz Mevlan Əli çaparlı xəbər göndərib. Bayazid Bursadan çıxıb, İskəndəriyyə doğru gedir. Teymur ehtiyat eləyir ki, Bayazid hiylə işlədər. Səmtini dəyişib Şahruğun üstünə gedər. Odur ki, süvarisinin əksərini Herat tərəfə göndərib. Özü cüzü qüvvə ilə qalıb. Belə fürsət bir də ələ düşməz. Şah. Sən ağıllı sərkərdəsən, Dövlət bəy. Amma unutma ki, mən Teymurla ordusuz döyüşürəm. Qansız. İltifat elə, indi də mənə qulaq az, Şah. Sənin küfrün gərək deyil Şaha. Yumun onun ağzını. Şairin dilini bağlamaq hökmdarın acizliyidir, şeyx. Bu məlun danışmağa başlasa mən bilirəm, sən yenə bıraxacaqsan onu. Qətlə çatdır kafiri. Dözümün olsun, Şeyx Əzəm. Fəzlullah lazımdır bizə, Nəsimi yox. Fəzlullahın gücü bu iblisdədir. Bunun əşarı da onun küfrünü yayan. Nəsimiyə ki, nəqlini çaşdırıb sənin. Teymur bizdən Fəzlullahı tələb eləyir. Əgər sən həqiqətən qan tökmək tərəfləri olmasaydın, mən sənə səcdə edərdim, Şah. Teymur Təbrizdə 7000 Azərbaycanlını diri-diri divarlara hördürüb. Yağış yağanda indi də divarlardan qara qan sızır. Bəs Naxçıvanda, Əlincədə tökülən qan bizim qanımız deyilmiş, Şah. Təbrizə əlim çatmır mənim. Naxçıvanın Əlincənin də öz hakimi var. Mən bu cəmaatı qoruyuram. Azərbaycanı qırğına vermək bahasına qoruyursan, Şah. Təbrizə də əlim çatır. Naxçıvana, Şəkiyə, hətta Gürcüstana da. Məxfi müqavilələrlə hamını Teymurla döyüşə hazırlayırsan. Digər tərəfdən də gözləyirsən ki, Teymur bütün hakimləri gücdən salsın. Azərbaycanda Şirvanşahdan qeyri-qüdrətli hakim qalmasın. Nəhayət aşkar oldu ki, sən hətta Fəzli də öz siyasətinə qurban verirsən. Məyər biz belə danışmışdıq, Şah? Fəzli təslim eləmək niyyətindən əl çək. Bu nədir? Qiyam? Qiyam.
qiyam düşmənin xeyrinə olar. Biz Şamaxını tərk eləyirik. Mənim səbrimin hüdudu var, Dövlət bəy. Hədələmə məni, şah. Bu əllər taxta çıxarıb səni. Şairi bıraxdır. Tapşır, yolumuzu kəsməsinlər. Şəriyyətin fitvasını ancaq şəriyyət ləğv eləyə bilər. Fəzlullah Nəyimi gəlməyincə fitva hökmündədir. Aparın. Nəsimin aparırlar. Yaxın gəlməyin. Qan tökülər. Bırakın! Hayır, bizim elçimizdir. Elçilər siz məmuru bəkəsiz. Şəriyyəti paymal edirsiniz. Şairi bırakın. O kılıncı mən qayırmışam, məni kəsməz. Kan tökmeyin! Firqanı halaldır. Cemaat kırılır. Ustad, Kərbəla müsibəti düşdü. Ustad, yalvarıram ustad qayır. Hələ gec deyil. Ulas, vaxt azdır. Əvəzimdə sən qalırsan. Vəsiyyətnaməmi sənə çatdırırlar. Tifillərim anasızdırlar. Onları Bakıda qoymayın. Özünüz də dağlar aparın. Böyük qızların Fatimə, Ayşə onlara analıq eləsinlər. Qəm yemə bala. Gedən cismin, ruhum nəsimidə. Atacığım. Fəzlullah nəyimi lazımdır sənə? Nəsimini azad elə. Elərəm. Hardadır Fəzl? Hüzurundadır. Şirvan xilas oldu. Atamı qutaracaksınız. Cezalanmalı diyor. Qırğının da, Fəzlin tutulmağının da baisi odur. Vaxt vardı Kur'an'ın şərhi də gizli olurdu, La ilahe illallah'ın inkarı da. Rəmzlərlə danışırdıq. Elmimizin əksi İslam olduğunu düşmən subut eləyə bilmirdi. O şey ki xəlvətdə demək lazım idi. Nəsimi onu küllü məxluq içində açıq qışqırırdı. Əhli həq fərq etmədi məscidləri meyxanədən. Onun əşşarı sirrimizi faş eləməsəydi, topal fitva göndərməzdi. Şah üz döndərməzdi. Və bugün biz fəzilsiz qalmazdıq. Cəza! Fəzlin sözü mənim üçün daha üstündür. Nə söz? Darısı oradaydı, eşitdi. Qoy desin. Hamısı yazılıb orada. Ancaq sən onu oxumayacaqsan. Heç kəs oxumayacaq. Niyə? Çünki vəsiyyətnamədə yazılanları Fəzlin öz dilindən eşidə bilərsən. Hamı Fəzlin xilasını düşünür. Və sən niyə düşünmürsən? Aparıblar Naxçıvana. Sübh tezdən, gizli yolla. Fəzil deyirlər xəstələnib. Şah onu öz kecarəsini oturub, öz əli ilə dərman içirir. İstəyir salamat aparsın. Karvan yolundan başqa 2 yol var Naxçıvana. 2 dəstəyə ayrılaq. Mən Gizmançay tərəfdən. Dövlət bəy Muğandan, Araz boyunda birləşərik. Nə durumsan? Şahla danışmaq lazımdır. Şahına da lənət, sultanına da. Batinlər elm ziyası ilə işıqlanıb. İndi bunlar xalqın ən gözəl yaranmışlarıdır.
Bunları qırğına aparma, Yusif. Sərsəmləyir nədir? Onlar Fəzli xilas eləməyə gedirlər. Fəzlin xilası mümkün deyil. Bu xəyanətdir. Tək qaldım. Mən də təkəm. Hələ xilafət zamanı Ənəl-Həq deyən Hüseyin Həllacın dərisini soydular. Ustadım Fəzlullah da getdi. Sən də gedəcəksən. Bilirsən bunu? Bilirəm. Hər şey fanidir. Gedək məndən. Hara? Cahan genişdir. Dardı cahan. Kəcava buradadır. Tələyə düşmüşük. Tez ol, çap Yusuf'a xəbər elə. Kəcavə boşdur. Kafirin varisidir, diri tutun.
Bize kömək elə. Kabağlarını kesin! Yusif'le Fatma aradan çıksın! Dedim şeker nedir? Dedi sözündür. Dedim alma nedir? Dedi üzümdür. Dedim öpmeli yar söyledi. Yok yok yok. Veliaht geldi. Əminəm ki, bu hədiyyəm ürəyincə olacaq. Ha, necədir? Bəyəndin? Dövlət beyin ölüsü də gözəldir. O cür Bahadırı da sevməmisən. Bütün dünyanın gözəlləri diz çökür mənim hüzurumda. Biricə xoş baxışım üçün ayaqlarımdan öpməyə hazırdılar. Kimdir səni belə yenilməz eləyən? Ürəyindəki kimdir? Sen eğer yar isen gel könül yar isteme. Gel könül yar isteme. Yar dildar ol mene sen yar dildar isteme. Sen yar dildar isteme. Bir vefadır çün bu alem kimden istersen vefa. Bir vefadır çün bu alem kimden istersen vefa. Bir vefa alemde sen yâr-ı vefadar isteme. Yâr-ı vefadar isteme. Gül bulunmaz bu tikanlı dünyanın bağında çün. Bu dünyanın bağında çün. Hepsem ol bihude gülsüz yerde gülzar isteme. Bu yerde gülzar isteme. Dünyanın sevgisi yağır, yükümüş benden eşit. Dünyanın sevgisi ağır, yükümüş benden eşit. Nefsine yük etme onu ey sabri dar isteme. Ey sabri dar isteme. İndi ki sən də bizi kimi sərgərdansan, gəl, qoşul bizə. Tərk dünyalıq yatdı mənə. Şərbəti ağuludur fani cahanın, sənanın, şərbətindən nuşidarı umma, zinhar istəmə. Sənindir? Bir emin merhem bulunmaz ey nesim için bugün. Belga favş etme bu sirri, keşfi esrar isteme. Keşfi esrar isteme. Tərki dünya deyilsən, nəsən? Şair hərdəm xəyal olur. Dərviş. İstibdad səni də sındırdı, ey xaliq insan. Mən körək deyiləm, dərviş. Sınmaram.
Fatma! Bırak! Gecə hava boşdur. Bəs hardadır Fəzl? Özü bilmir ki, hardadır. Ruhu səndədir. Ört başını. Dərə-təpə dərvişlə doludur. Yolçu yolda gerek. Səndə cəngavər dəyanəti var. Dəbilqə yükdür mənə. Bu libasda əli qolu bağlı məhbusam. 7 ildir. Adi zənən örpəyinə həsrətəm. Mən libas taparam sənə. Mən də alıb yandırıram. Yandırarsan? Niyə? Fəzlin qadınını tutublar. Təbrizdə. Miranşah öz əli ilə az saçlı qadını lütüryan eləyib. Xaslı mismarla bədənində 32 hərfi bircə-bircə yazdırıb. Sonra şəhərin darvazasına mismarlayıblar. Boğazından yarlıq asıblar. Fəzlullah Nəyminin kitabı. Fatma bilir? Bilir. Mən onu 1000 kişinin arasında göz bəbəyim kimi qorumuşam. Vaxt gələr, ərə gedər. Sənə? Sevdiyi adama. Olmaz, tanıyıblar səni. Libasımı dəyişərəm. Anamın edamını görmədim, atamı görmək istəyirəm. Naxçıvan müridlərlə görüşə bilsəm adamı yollarım, sizi apararlar. Atasını bada verdin, qızını qoru. Mən gedirəm ora. Qəmin varindən ey dilbər, könül qaynar, içim yanar. Bu rəncü möhnəti gör ki, qəm içində çəkər könlüm. Vüsalından məni ayrı kərəm qıl, qıyma lütf eylə. Ki vəslinlə müdam olmaq dilər, şam-u səhər könlüm. Mən gedirəm ora. Gəl ara könlümün için, gör ey can ki fərağından, nə acı qüssələr uldar, nə ağullar içər könlüm. Bırak, bırak məni, bırak, 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 bırak. Bırak! 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 Sakit ol. İndi gedərik. Otur dincəl. Vəsiyyətnamə? İmkan tapsanız məni dəfn edin. Qəbrimin üstünə heç nə yazmayın. Amma nişanə qoyun ki, itməsin. Kitablarımı daş cidlərdə qəbrə qoyun. Elmimiz gələcək nəsillərə çatsın. Fatimə ona ərə getsin. Demək buna görə gizlədirdin vəsiyyəti. Sən çoxdan qəlbimdəsən mənim.
Atam bilirdi her şeyi. Ancak indi yüreğimde hiç ne yoktu. Fezil'den başka hiç ne. Geçmeyi mümkün değil. Tağyir-i libas olun. Sen yaşamalısın, koy beni tutsunlar. Ey Müslümanlar! Bugün oluyor, pünhan ayrılır. Ağlamayayım, neyniyim? Çün gövdeden can ayrılır. Ey sana micran elinden nale zar eylerem, gözlerimden sanasan deryayı ümman ayrılır. O sebeptendir ki ben bimar rencur olmuşam. Hasta könlüm merhemi ol, derde derman ayrılır. Taqətim, səbrim tükendi onsuz ah, mən neylərəm? Əqlimi şeydə ağlan ol, çeşmi fəttan ayrılır. Məhşəri yevmül hisab, qoptu qiyamət başıma. Yani ey Yusuf sıfatlı bir canan Nəsiminin səsidir. Göster. Şems Nəsimini axtarırlar. Nəsimi laməkandır. Onu tapmaq olmaz. Şeyh getdi dalınca. Ata! Getmə! Yalvarırım! Dinini imanına and verirəm, getmə ata! Rədd ol! Nagahan bir şaha düştü könlümüz. Yüzü bedru maha düştü könlümüz. Ta ki fezlullah'a düştü könlümüz. O şakiki raha düştü könlümüz. Hansıdır? Göster. Buradadır. Budur məlun. Hökümdarın huzuruna. Şems! Kızım hara, dayan. Ayıl bala. Gitme. Gitme. Öz evladın da hürufi çıktı. İndi ne diye kurtaracaksan şeyh? Mən onun yolunda evladımdan da keçərəm. İblisi onun qəlbindən öz əllərimlə çıxardaram. Bir söz de mənə, Nəsimi, vəsf elə məni şair. Vəsf zamanı deyil afət. Ölümə gedirəm, yalvarıram. Səni bu hüsnü cemalı, bu kemal ile görüp qorxdular hak demeye, döndüler insan dediler. Ocağımı qaraltma bala. Şamımı söndürme. Qoymaram sənə cəllad əli dəysin. Qoymaram atan evlad qatil eləyəsən. Qoymaram! Şems! 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 Söndü Şamim.
Günahımı yudum, Kıble-i alem. Ocağımızın başında öz evladlarımız da dönüp kafir olurlar. Mevlana Ali, nevemi getir. Nəsiminin divanıdır bu. Lənətullah əleyhim əcməin. Hökmüdar, rəhm elə, nəvən körpədir. Günah onun müəllimindədir. Bax, bu məlun qocada. Varislərini nahaq etibar eləyirsən ona. Mənim nəvəm bir ətək qızıl verib bu kafir əşarına. O dinsizlər yuvasından gətirdi, Bakıdan. Estağfurullah, Allah sən rəhmə. Gecələr siz İslam ulemasının oğul uşağı bunun çadırına yığışır. Müqəddəs Qur'an əvəzinə Nəsiminin qəzəllərini oxuyurlar. İndi nə eləyək? Edam eləyək varislərimizin hamısını. Şirvanda xanəndələrin dilindən düşmür bu qəzəllər. Bütün Səmərqənd oxuyur bu qəzəlləri. Bütün Xarəsm, bütün Mavərənnəhr. Nə olub cənab Seydlər? Cemaat niyə belə vurulub bu hülufi şairinə? Cavab verin. İlahidən heç nə gizlin deyil, hökmüdar. Nəsiminin əşarı qüdrətdən yaranır. Şairin kəlamı ilə Allah Taala öz istəkli bəndələrinin qəlbinə nur saçır. Onlara mələk ruhu bəxş edir, gözəlləşdirir. Eşitdiniz, Mövlana Əli necə bəraət verir? Tək deyil o. Bir çox adlı sanlı seyidlər də bu fikirdədir. Demə Nəsimi Tanrının ən əziz bəndəsidir. Allah onun sifətində təcəllə edir. Küfrüdür, müqəddəsata təhrifdir, dinə təcavüzdür. İslamın bətnində qara yaradı bu. Cənab Seydlər, Teymur deyir bunu sizə. Hamı mənə Peyğəmbərin elçisi deyir. Təzim edir mənə. Təkcə siz itaat eləmirsiniz. Niyə? Sənin hakimiyyətin qılınc və qorxu üstündə bərqərardır. Xırda həşərat, iri həşəratdan qorxur. Qoyun qurtdan, gücsüz adam güclüdən. Cəmi bəşər də Allahdan. Dünyanın özü qorxu üstə bərqərar deyil. Güclü gücsüz insan yoxdur. Kamil insan var, bir də cahil. Cahilin tərz həyatı, heyvanatın tərz həyatı ilə doğrudan doyğundur. Qılınc, küllü qırğın, din, Allah xofu, hamısı hökmranlıq üçün gərəkdir sənə. Əcəlim çatacaq, mən də köçəcəyəm bu dünyadan. Amma Allah xofu çıxmayacaq insanın canından. İldırımı, dolusu, tufanı var bu dünyanın. Seli, daşqını, zəlzələsi var. Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq. Və heç nədən qorxmayacaq. Qorxusuz insan, insan deyil. Qudurmuş itdir. Gözdən qoymayın bu iblisi. Nə oldu? Niyə bıraxdın? Hökmüdar! Hökmüdar onu sağ bırakmaq olmaz! Nə istəyirsiniz? Hər səfərdə vardatımın yarısını sizə verirəm. Və siz nə verirsiniz mənə? Hanı sizin kəlamınızın qüdrəti? Nə vaxta qədər baş kəsməklə qalib gələcəyəm mən? Alın cəhəndəvərində bir nəfər də başpapaqlı qalmamalıdır. Başpapaqlı qalmamalıdır. Başpapaqlı qalmamalıdır. Başpapaqlı qalmamalıdır. Kafir Fəzlullah tikətki olmalıdır. Ketki olmalıdır. Ketki olmalıdır. Ketki olmalıdır. Başla.
Başlayın! Çağırdım, tapşırım ki, o iblisi, Nəsimini, Hirufi ocağında edam edin, Bakü'de. Qoy əbədi dərs olsun. Əmin ol, şahlar şahı. Teymur sakitləşdi, çıxıb gedir. Qocalıb Teymur, sinirləri xəstədir. Varislərinin arasında birlik yoxdur. Azərbaycanın xilasına çox qalmayıb şair. Başsız bədəni xilas eləyəcəksən? Mən Fəzildən keçdim, səni saxladım. Sən əvəz elərsən onu. Gedirəm. Vətəndə mənim muradım hasil olmadı. Dayan! Nizamidən sonra bizim ikinci belə şairimiz olmayıb. Sənin divanın bir orduya bərabərdir, qal, kömək elə! Ala bilmərəm şah. Ne üçün axı? Çünki divanın bir orduya bərabərdir. Sənsə ikinci ordu istəmirsən. Fəzli öz taxtına qurban verdin. Müridlərin qanını su yerinə axıtdın. Qulluq eləyə bilmərəm mən sənə şah. Mənə yox, sən Azərbaycana gərəksən. Bəşəriyyətə gərəyəm mən. Əlvida. Hər bir tazə yaranış bir fədakarlıq bəhrəsidir. Tazə yaranan ölüb gedənin cəsədi üzərində pərvəriş tapır. İnsanın sifətində baş verən dəyişilmələr kainatdakı dəyişilmələrə uyğundur. Günlər, həftələr, aylar, illər insan üzünün cizgilərində əks olunur. İnsanın üzü böyük kitabədir. Bu kitabəni oxusan, Xaliqin sirrindən agah olarsan. Günəşin hərəkət qüvvəsi, günəşin öz bətnindədir. Əvvəl cisim yaranıb, sonra cismin adı.
İnsan cəmi cisimlərin təzahürü və xaliqin ən gözəl yaranmışıdır. Olmuşam haqqı, ənəl haqq söylərəm. Haqq mənəm, haqq məndədir, haqq söylərəm. Ənəl haqq! Ey bülbülü qüdsi, nə giriftar qəpəssən, sındır qəpəsi, tazə gülüstan tələb eylə. Yusif? Teymur ölüb, bilirsən? Çinə yedirmiş, bir tuluq şərab içib ürəyə yatıb. Div ki div. İranşahla Şahruh öz qardaşları Ömər Mirzə ilə vuruşurlar. Teymurun səltənəti dağılır, fürsətdir, şahla birləşək. Yenə istəmirsən. Niyə? Kamil insan qeyri-kamillə birləşə bilməz. Hamının kamilləşməsi üçün 1000 il lazım. Əlbəttə. 1000 il yaşamaq xəyalındasan. Hər yerdə səni axtarırlar. Dara çəkiləndə də kamillik fikrində olacaqsan. Bizim ölümümüz də insanın kamilləşməsinə xidmət eləməlidir. Əlvida. Vəhdətin şəhrində seyran eylərəm. Mən səni cismində heyran eylərəm. Sirrimi aləmdə pünhan eylərəm. Adəmi həm haqq, həm insan eylərəm. Əzli haqdir vaqifi əsrarımız. Əzli haqdəndir hamı ənvarımız. Əzli haqq göstərmiş idi karımız. Əzli haqdir, əzli haqq memarımız. Ey özündən bir xəbər qafil oyan. Haqqa gəl ki, haqq deyil batil oyan. Olma fani aləmə mail oyan. Mərifətdən nəsnə qıl hasil oyan. Ey özündən bir xəbər qafil oyan. Qafil oyan, qafil oyan. Həqqə gəl ki, haqq deyil batil oyan. Qafil oyan, qafil oyan. Olma fani aləmə mail oyan. Qafil oyan, qafil oyan. Mərifətdən nəsnə qıl hasil oyan. Qafil oyan, qafil oyan. Olma fani aləmə mail oyan. Qafil oyan, qafil oyan. Mərifətdən nəsnə qıl hasil oyan. Qafil oyan, qafil oyan. Qafil oyan, qafil oyan. Dirəmin mərhəm bulunmaz. Ey Sarban! Nəsiminin adını eşitmisən? Kim eşitməyib onun adını qoca? Nəsiminin əşarı dillər əzbəridir. Bu dərvişlər də dünyanı gəzib onun qəzəllərini oxuyurlar. Konya'da olublar, Heratda, Bağdatda, Şamda olublar. Təkcə bura Hələbə yol tapırlar. Əmir izin vermir. Paltar ver libaslarını dəyişsinlər. Gözüm üstə qoca. Nə tez qocaldın, şair? Tez? 48 haqqannas yaşımdır. Bir il Sultan Bayezid'in zindanında yattım. Bir il Sultan Murad'ın zindanında. Bir il de Bağdad əmirinin. Hər zindan ilini 48 il say hesab elə. Neçədir yaşım? 144. Biz getdik. Dayan. Ehtiyatlı olun. Hələb əmirinin zindanına da düşsəm, yaşım 200'e çatar. Müridləri tapın, Fatiməni soruşun. Gəlin. Fatiməni tapa bilməyəcəksən. Niyə? Misir sultanı sənin qətlinə fərman verib. Müridlərə divan tuturlar. Fatimə də gizlənir. Oğlun da. Ayrılıq ölümdən də betərdi Yusif.
İnadın səni məhv eləyəcək. Getmə. Çəkil. Canımı yandırdı şövqün, ey nigarım, hardasan? Gözlerim nuri, iki alemde varım, hardasan? Bağrını qan eylədi acı fərağın, gel yetiş. Eylə bir vəslət, şərab xoşgüvarım, hardasan? Səndən ayrı könlümə yoxdur vəfalı yarı dost. Ey cəfasız, hüsnü kamil yadigarım, hardasan? Yar üçün hər güşədə min div olur düşmən mənə. Ey səvadi əzəmü möhkəm hasarım, hardasan? Çün nəsimidir bugün əyyam-ı eşqin sərvəri. Ey şəkərləb, yar şirin ruzigarım, hardasan? Nəsimi. Şeyx Əzəm, bu nə halətdir? Çərxi fələkdir. Ömrümün 40 ilini qul oldum ona. Bircə balamı öz əllərimlə qurban verdim. Axırda töhfəsi bu oldu. Şah əlimdən aldı var yoxumu, qovdu, vətəndən dərbədər oldum. İndi mən də asi olmuşam o gözə görünməzə. Gülmə, bu qoca kəlibə, izli ver, ayaqlarına düşüm, ətəyindən öpüm. İzin ver, sizə qoşulum. Kömək elərəm, şahdan qisas alarıq. İnan mənə, Allah'tan dönmüşəm.
Bilirsən ki, Nəsiminin küfrünü yayan ölümə məhkumdur? Bilirəm. Oxuduğun qəzəl Nəsiminindir? Bəli. Kimsən? İmadəddin Nəsimi. Yalan deyir. O Nəsimi deyil. Kimdir bu bədbaxt? Nəsiminin şagirdlərindəndir. Nəsimini qorumaq qəsdi ilə hamısı belə deyir. Dara çəkin. Dayanın! Nəsimi lazımdır sənə. O cavanı azad elə. Elərəm. Hanı Nəsimi? Huzurundadır. Neyle sübut ediyersen ki Nesimisən? Bu cılız bədənə iki cahan necə sığışır? Gülmeyin! Mən onun qanını içərəm, amma gülmərəm. Mühit əzəm Nəsimi budur. Qayıt ustad. Yalvarıram. Qayıt. Qayıt. Gözüm nuru. Bu bədbəxtlər heç vaxt bilməyəcəklər sən necə müqəddəs ucalıqdasan. Get. Həmişə uca ol. Get. Qəm yemə. Gedən cismimdir. Ruhum sizdədir. Əmir Əzəm buyur ləngitməsinlər. 1000 dəfə nəqd ölümdən qurtarıb bu məlun. Sizin mühakimənizə verirəm. Əmir Əzəm, sultanın hökmü var. Dərsi soyulmalıdır. Onun küfrü üzündən dünyanın yarısı etiqaddan məhrum olub. Kim bilir, neçə il keçməlidir ki, cəmaat haqq yoluna qayıtsın. Sultanın hökmü o vaxt icra olunar ki, siz fitvanı təsdiq edəsiniz. Qoy əvvəlcə Həzrət Şeyx özü təsdiq eləsin. Mən təsdiq edirəm. Hökm icra olunsun. Dərisi soyulandan sonra başı, əlləri, ayaqları kesilsin. Sultanın düşmənlərinə göndərilsin. Görəsən bu yazıq neçənci Nəsimidir? Bu dəfə özüdür. Ya Rəbbim, sən özün onun üsyan və xətalərini əfv edin. Biz hamımız sənin qulunuq. Cəmi günahlarımızı etiraf edirik. O günahkar qulunu əfv et. Sən böyük və rəhmedilsən, o günahkar qulunu... Məndə sığar ki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn məkana sığmazam. Zərrə mənəm, günəş mənəm, şaur ilə pəncüşeş mənəm. Surəti gör bəyan ilə, çünki bəyana sığmazam. Ərş ilə fərş-ü kafinun, məndə bulundu cümləçun. Kəs sözünü və əbsəm ol, şərh-ü bəyana sığmazam. Kimsə güman-ı zənn ilə, olmadı həqq ilə biliş. Həqqi bilən bilir ki mən, zənn-i gümanə sığmazam. Haqqa gəl. Haqq məndədir. Həqiqi olan Allah, əgər Allahsansa,
Bəs rəngin niyə salır? Bədbəxt. Sənin gözündə tor var. Mən əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə əlbəttə saralar. Müşk ile ember saçın terhanıdır Çün nesimi alemin sultanıdır Devranın devrananın devranıdır